Axşamınız xeyir, efirdə gün nəbzi verilişidir. Ötən gün, yəni dekabrın 6-sında Azərbaycanda rabitə işçiləri öz peşə bayramları gününü qeyd elədilər. Belə bugünkü verilişimizdə də biz bu sahə ilə bilavasitə bağlı olan şəxsləri dəvət eləmişik. Onlarla biz rabitə sahəsinin bugünkü vəziyyəti və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmağa çalışacağıq. Studiyamızın qonaqları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birinci müavini Əli Abdullayev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdürü Tahir Məmmədov və Astelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Suad Paşayevdir. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. İlk növbədə icazə verin, fürsətdən istifadə edib sizin peşə bayramı gününüzü təbrik edeyim. Və kifayət qədər böyük tarixdir. 135 illik telefon rabitəsinin yaradılmasının 135 illikdir. Kifayət qədər böyük tarixdir. Və bunun da 20 ildən artığı demək olar ki, Azərbaycanın müstəqillik dövrünə düşür. Və istəyərdim elə ilk olaraq ondan başlayaq ki, mövcud vəziyyəti biz necə qiymətləndirə bilərik və bu ildə bildiyimizə qədərilə, yəni biz kütləvi informasiya vasitələrindən də kifayət qədər məlumatlandıq və gördük ki, bu il 2016-cı il kifayət qədər zəngin bir dövr oldu. Bu ili də artıq yekunlaşdıra bilərik, yəni dekabrda artıq sonuncu aydır. Necə yekunlaşdıra bilərik və mövcud vəziyyətimiz necədir bu sayda? Buyurun, Əli müəllim. Çox sağ olun, Rüfət müəllim. Bildiyiniz kimi, möhtərəm cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2006-cı ildə hər il dekabrın 6-sı rabitə işçilərinin, yəni Azərbaycanda telefon rabitəsinin yaranması yubiley mərasimi kimi, peşə bayramı kimi müəyyən olunmuşdur və hər il dekabrın 6-sında Azərbaycan rabitəçiləri öz peşə bayramlarını qeyd edirlər. Bildiyiniz kimi, 2016-cı il həqiqətən rabitə və yüksək texnologiyalar sahəsində çox mühüm hadisələrlə yadda qalmışdır. Bu 135 illik yubiley Azərbaycanın bütün regionlarında təntənəli şəkildə qeyd olunur. Nazirlik özü bu əsas tədbiri Gəncə şəhərində qeyd etdi. Bizim bu 135 illikdən əlavə Azərbaycanda radionun yaranmasının 90 illiyi, televiziyanın 60 illiyi qeyd olunmuşdur. Yəni yubileylərlə dolu. Yubileylərlə doludur, bəli. Və 22-ci Bakutel Expo mərkəzində bizim sərgimiz keçirildi. Yüksək səviyyədə möhtərəm cənab Prezidentin və Mehriban xanımın iştirakı ilə bu sərgi baş tutdu. Bundan başqa Azərbaycanda, yəni regionda Tier 3 təhlükəsizlik sertifikatına malik olan data mərkəzin açılışı oldu. Bir neçə ciddi sənədlərlə də bu 2016-cı ili biz səciyyələndirə bilərik. Bildiyiniz kimi, bu il sentyabrda Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair milli strategiyanın tətbiqi ilə əlaqədar 2016-2020-ci illər üzrə dövlət proqramı qəbul olundu. Dövlət proqramında Rabitə Nazirliyi daxil olmaqla 25 dövlət orqanına 51 adda tapşırıq müəyyən olunmuşdur. Tapşırıqların icrasını həyata keçirməkdən ötürü Nazirlikdə bu təşkilatların, aidiyyatı qurumların nümayəndələrinin daxil edilməklə Əlaqələndirmə Şurası yaradıldı. Artıq Əlaqələndirmə Şurasının ilk iclası keçirilmişdir. Əlaqələndirmə Şurası işinin təşkil edəcək və müəyyən olduğu müddətlərdə həmin o tədbirləri həyata keçiriləcək və ölkə başçısına ildə 2 dəfə hesabat verəcəkdir. Üzr istəyirəm, bu əsas hədəf nədən ibarətdir? Yəni bu milli strategiyanın qəbul olunmasında, buna qədər vəziyyət necədir və bu plan özü nəyi dəyişəcək? İndiyə kimi Azərbaycanda bir neçə bu sahə üzrə dövlət proqramları qəbul olunmuşdur. Bu da növbəti bizim qəbul olunmuş dövlət proqramıdır. Burada bütün təşkilatların xidmətlərinin elektronlaşdırılmasına bilavasitə xidmət edəcəkdir. Aydın, təşəkkür edirəm və bu proses davam edir bildiyimiz qədərilə. Tahir müəllim, istəyərəm siz bu suala cavab verəsiniz. Əli müəllim qeyd elədi, yəni informasiya cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətindədir bu planın mahiyyəti. Bəs istəyərəm bu suala bir aydınlıq gətirək. İnformasiya cəmiyyəti dedikdə biz nəyi nəzərdə tuturuq? Yəni informasiya cəmiyyətinin özü nə deməkdir? İnformasiya cəmiyyəti hazırda mövcud olan ümumi informasiya mübadiləsinin və informasiya şəbəkəsinin daha inkişaf etdirilməsi və informasiya cəmiyyətinin müəyyən bir nəticələr əldə etməsi kimi özünü ehtiva edir. Söhbət ondan gedir ki, bugün biz əgər istənilən ayrı-ayrı sahələrə nəzər salsaq, bura istəyir təhsil, sahəyə, kənd təsərrüfatı və digər sahələrə, hər birinə informasiya, kommunikasiya texnologiyaları artıq sirayət edirdi. Və bunun özlüyündə
bu sahənin inkişafını zəruri edir. Yəni, bu artıq günün tələbidir, qaçılmazdır. Azərbaycan qlobal dünyanın bir tərkib hissəsidir və qlobal dünyada fasiləsiz olaraq informasiya mübadiləsi sürətlənir, artır. Və biz də regionun qabaqcıl ölkəsi kimi, inkişaf tendensiyalarını daim izləyən bir ölkə kimi çalışırıq ki, bu ümumi prosesdə geridə qalmayaq ki, daha irəlidə olaq, öndə olaq. Və təbii ki, bu gedən proseslər informasiya cəmiyyətinin qeyd etdiyimiz informasiya cəmiyyətinin formalaşmasını bizim üçün prioritet məsələlərdən birinə çevirir. Bunun üçün həm infrastrukturun formalaşması, həm cəmiyyətdə maarifləndirmə işlərinin aparılması, mütəxəssislərin yetişdirilməsi və s. kimi prioritet məsələlər var, işlər var ki, Rabitə Yüksək Texnologiyalar Nazirliyi bütün bu istiqamətlərdə kompleks işlər aparır. Ki, nəticədə qeyd etdiyimiz kimi informasiya cəmiyyətinin inkişafına nail olunsun, cəmiyyətin informasiyalaşdırılması, informasiya əlçatanlığı olması, informasiya çıxışı, onun mübadiləsi üçün asan imkanların olması və s. kimi məsələlər belə deyək, öz əksini tapsın və doğrulsun. Yəni, əsas qayə ondan ibarətdir ki, sürətli çıxış imkanı hər bir vətəndaş üçün bərabər yaradılsın, düzdür? Əlbəttə. Yəni, bugün heç kəs üçün sir deyil ki, bugün bu yüksək texnologiyalar bütün sahələr, siz artıq qeyd elədiniz, yəni biraz fikri davam etdirmək istəyərdim, bütün sahələrdə özünü göstərməkdədir. Məsələn, səhiyyədə qeyd elədiniz, səhiyyədə nanotexnologiyalar var. Bütün inkişaf etmiş ölkələrdə artıq bu səhiyyənin, demək olar ki, ayrılmaz hissəsinə çevrilir. Hal-hazırda ölkəmizdə Rabitə Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Laboratoriyası Elmi Tədqiqat Mərkəzi var. Bu, regionda yeganə təmiz otaq, clean room deyilən bir sistem var bildiyimiz kimi, ona malik olan bir laboratoriyadır. Və bizim alimlərimiz artıq burada çox maraqlı yeniliklər eləyirlər. Misal üçün, artıq nanoboruları kömürdən deyil, Xəzər neftindən alırlar, öz milli resursumuzdan alırlar. Bu, özü də bir yenilikdir. Və bu o deməkdir ki, vaxtilə neft ölkəsi kimi tanınan, öz nefti ilə dünyada məşhur olan Azərbaycan, bugün nanotexnologiyaların, yüksək texnologiyaların inkişafında prioritet kimi müəyyən etmiş bir ölkə olaraq, bu sahədə artıq öz sözünü deyən bir ölkəyə çevrilməkdədir. Yəni, görün, nə qədər maraqlı bir məqam alınır. Neft ölkəsi neftdən yeni texnologiyaları istehsal edən bir ölkəyə transformasiya edir sanki. Yəni, biz bunu müşahidə edirik və təbii ki, bu bizim elm xadimlərinin, bizim alimlərimizin nəticələridir. Yaradılan ölkədə münbit şəraitin nəticələri hesab edə bilərik. Elm tutumlu sahələr inkişaf elətdirilir, bundan sonra mütəxəssislər özləri də yetişirlər bu manada. Söhbət əsasında Əli müəllim artıq qeyd olundu ki, yəni internetə çıxış, yüksək internetlə təmin olunma prioritetlərdəndir. Bundan əlavə biz bilirik ki, Cənab Prezident tərəfindən də dəfələrlə tapşırıqlar verilib ki, elektron xidmətlərin həm keyfiyyəti, həm səviyyəsi yüksəldilməlidir, xidmət səviyyəsindən gəlir söhbət, həm də ki, onların sayı artırılmalıdır. Bugün bu istiqamətdə görülən işlər nədən ibarətdir? Bəli, əslində bu xidmətlərin həyata keçirilməsində məqsəd vətəndaşların vaxt itkisinə yol vermədən istədikləri xidmətlərdən elektron xidmət vasitəsilə istifadə etmək və vətəndaş məmnunluğunu təmin etməkdir. Bugün bu xidmətlər özünü elektron hökumət portalında tam əksini tapır. Elektron hökumət portalı demək olar ki, 2016-cı ildə özünün inkişaf dövrü kimi biz səciyyələndirə bilərik. Ümumilikdə 89 orqan elektron xidmətlərdən istifadə etmək üçün bu portal altında birləşdirilmişdir. 418 növ xidmətdən istifadənin sayı artıq 34 milyonu ötmüşdür. Belə ki, bu müraciət edənlərin 46%-i təkcə bu ilin 11 ayında qeydə alınmışdır. Belədir ki, bir gündə təxminən 50 minə yaxın müraciət olunur. Artıq bunların mobil versiyası tam tətbiq edilmişdir. Yəni, mobil telefon vasitəsilə elektron xidmətlərdən biz istifadə edə bilirik. Üzr istəyirəm, müraciətlərin sayı kifayət qədər yüksəkdir və bu onu qeyd etməyə əsas verir ki, yəni vətəndaşlar razıdırlar ki, yəni insan məmnun olmadığı şeyi ikinci dəfə istifadə edirlər, düzdür? Tamamilə doğrudur. Burada istifadənin əsas istifadə etməkdən ötürü əsas lazım olan vasitə elektron imzadır. Bizim işimiz bununla yekunlaşmayıb təkcə. Möhtərəm Cənab Prezidentin Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı müəyyən tapşırığı var. Azərbaycanda tətbiq olunacaq yeni nəsil şəxsiyyət vəsiqələrində artıq üzərində elektron imza ilə
təmin edilmiş sertifikatlarla biz vətəndaşlara təqdim edə biləcəyik. Bu da təbii ki, elektron xidmətlərdən istifadənin sayını qat-qat artıracaqdır. Bunu üzr istəyirəm xüsusi olaraq. Bundan ötürü Rabitə Nazirliyinin tərkibində olan tabeli müəssisəsi olan Məlumat Hesablama Mərkəzi artıq Microsoft şirkəti ilə anlaşıb və bu yeni nəsil şəxsiyyət vəsiqəsinin üzərində ciddi işlər aparılır. Yəqin ki, 2017-ci ildə bunun tətbiqinə başlanacaqdır. Təşəkkür edirəm. Bütün bu sadalıqlarımız artıq qeyd olunduğu kimi yüksək sürətli internet olmadan həyata keçirilə bilməz və Azərbaycanda da milli operator olan Aztelekomun rəsmi nümayəndəsi bizdədir. Fürsətdən istifadə edib istəyərdim sualları o da ünvanlandıraq. Hal-hazırda Suat müəllim, Azərbaycanın vətəndaşlarının yüksək və keyfiyyətli internetlə təmin olunmasında gördüyünüz işlər nədən ibarətdir və bu yəqin ki, silsilə xarakter, davamlı xarakter alır. Hansı işlər görülməsində nəzərdə tutulur? Çox sağ olun efendim. Tamamilə doğrudur. Yəni burada əslində bizim planlaşdırdığımız bütün layihələr əhaliyə göstərdiyimiz xidmətin səviyyəsini artırmağa yönəlikdir. Yəni internet sürəti də o göstəricilərdən bəlkə əsasıdır. Yəni infrastruktur layihədən başlamış ta abonentin evinə çəkiləcək kabelə qədər planlaşdırılıb. Yəni müxtəlif texnologiyalar daxildir bura. Yəni mən yaxın bir ildə görəcəyimiz layihələr haqqında qısa danışa bilərəm istərsiniz. Əlbəttə, tam maraqlı. Bura infrastruktur layihələrdən başlamış, yəni mövcud şəbəkənin tutumunu artırmaq üçün nəzərdə tutulan avadanlıqların quruluşu. Bütün ölkə üzrə. Bütün ölkə üzrə, bəli. Ta abonentin dediyim kimi, abonentçinin evinə qədər çəkiləcək kabelə qədər bilirsiniz ki, bu dəqiqə əsasən bizim abonentlər ya artıq mənəvi və fiziki yönəlmiş ADSL texnologiyası ilə internetə bağlanırlar, amma yaxın gələcəkdə və dünyada olan texnoloji trendlər də onu göstərir. Artıq birbaşa kabel bağlantısı olacaq. Bu ya aktiv Ethernet dediyimiz bağlantı tipi ya da ki GPON. GPON yəni birbaşa vətəndaşın evinə optik kabelin çəkilməsi və lazımi avadanlığın qurulması. Yəni orada artıq sürət bir xətlə, yəni bütün göstərəcəyimiz xidmətləri bir xət üzərindən, məqsəd odur ki, yəni bir xət üzərindən bütün xidmətlər göstərilsin. Telefon, IPTV və internet. Yəni bu üç əsas xidmətlərdir bu dəqiqə. Gələcəkdə də başqa xidmətlər bazara çıxmış ola bilər. Yəni onları da abonentə çatdırmaq bizim əsas vəzifəmizdir. Suat müəllim, çox vaxt qeyd olunur ki, yəni dünya standartları var. Bu həm şəbəkənin də qurulmasında, ümumiyyətlə informasiya kommunikasiya şəbəkəsinin artırılmasında dünya standartları var. Bu dünya standartları təbii ki, bu inkişaf etmiş ölkələrdə daha əfsər, yəni daha yuxarı mövqeydədir, daha üstün mövqeydədir. Bizim çatmaq istədiyimiz hədəf nədən ibarət? Çünki qeyd olundu ki, biz ən son texnologiyaya əsaslanmaq istəyirik. Yəni dünyada olan standart nədən ibarətdir ki, biz onu özümüzə cəlb etmək istəyirik? Əslində dünya standartı da bir statik bir anlayış deyil. Yəni bu dinamik dəyişən bir şeydir. Müasir və yaxud ən azı qeyd elədiniz ki, yeni trendlərdən biri bu fiber optiklər, ya optik kabellərin artmasıdır. Əslində yəni burada bazarda tələb olunan və yaxud müştərilər tərəfindən tələb olunan xidmətləri ona çatdırmaq məqsədi ilə qurulmuş şəbəkədir. Yəni əgər buna imkan yaradırsa, deməli müasir standarta uyğundur. Biz bir az qeyd elədik ki, vətəndaşların elektron xidmətə çıxışının yaxşılaşdırılması və artırılması istiqamətində işlər görülür. Bunun üçün internet lazımdır və ümumiyyətlə Azərbaycanda bu gün internet istifadəçilərinin sayı, yəni neçə faiz vətəndaşın internetə çıxışı var? Əslində bu rəsmi bir statistikadır. Səhv eləməmişsə 80%-ə yaxındır. Yəni 80% əhalimizin 80%-i geniş zolaqlı internetə bağlıdır. Yəni bunun bir qismi mobil şəbəkə üzərindən, bir qismi yəni kabel operatorları üzərindən, onların biri də Aztelekomdur. Təşəkkür edirəm. Biz söhbətimizin əvvəlində qeyd elədik ki, bu il əlamətdar hadisələrlə yadda qaldı. Siz Bakutel sərgi konferansını da qeyd elədiniz. Bakutel sərgi konferansında biz gördük ki, Made in Azərbaycan stendində kifayət qədər maraqlı layihələr var idi. Və bu
layihələr hamısı yerli mütəxəssislər tərəfindən həyata keçirilir. İstəyərdim buna aydınlıq gətirək ki, bizim bu layihələrimiz, yəni orada elə layihələr var idi ki, dünya üçün bəlkə də yenilik sayıla bilərdi. Bu layihələr rəqabət qabiliyyəti baxımından öz analoqları ilə, yəni rəqabəti davam gətirə biləcəkmi, yoxsa yox? Necə düşünürsünüz? Çox maraqlı məsələyə toxunursunuz. Bugün dünyada bütün ölkələr və həmin ölkələrdə informasiya kommunikasiya texnologiyaları sahəsində və eyni zamanda yeni texnologiyalar sahəsində ciddi bir rəqabət var. Çünki bu bazar qlobal bir bazardır və bura təqdim olunan istənilən məhsul artıq rəqabətə girmiş hesab olunur. Və zəif subyektin bu bazarda yeri yoxdur. Zəif subyektin bu bazarda yeri yoxdur, o avtomatik olaraq kənarlaşdırılacaq. Yəni ki, orada belə deyək, yaranmış müştəri bazası özü bu prosesi təbii şəkildə aparmağa yönəlibdir. Yəni, tələbat yoxdursa, əgər bazara çıxarılmış hər hansı bir məhsul auditoriya tərəfindən qəbul olunmursa və istifadə olunmursa, o rəqabətə uduzur. Və bu məhsulların yaradan Azərbaycanda belə deyək, startapçılar, bunlar kifayət qədər artıq trendləri öyrənə bilirlər, mövcud bazarı araşdıra bilirlər və potensial imkanlarımız bu sahədə mən deyərdim ki, genişdir, zəif deyil. Və üzr istəyirəm, biz reportaj eləmişdik, Azərbaycan televiziyası orada bir reportaj almışdı. Orada Fatal Fight oyunu var idi məsəl üçün və yaxud milli qəhrəmanlarımız olan Cırtdanla Məlik Məmmədin səhv eləmirəmsə iştirak etdiyi oyunlar var idi. Orada həmin o layihənin yaradıcıları qeyd elədilər ki, məsəl üçün Böyük Britaniyada ilk onluqdadır. Yəni yüklənmə sayına görə. Onun həm mobil versiyası var, həm digər kompüter versiyası var, yəni personal kompüter versiyası var. Yəni kifayət qədər artıq qeyd elədiyiniz kimi böyük tələbat var. Yəni tələbat da nədir? Bu trendi tutmaqdır. Əsas məsələ trendə cavab verməkdir ki, biz bazara lazım olan məhsulu çıxardaq ki, ondan istifadə olunsun. Düzdürmü? Bəli, əlbəttə qeyd etdiyiniz bir segmentdir. Yəni oyunlar, elektron oyunlar çox yaxşıdır ki, Azərbaycanlı gənclər bu işi öhdəsindən gələ bilirlər və bu mövcud bazara uyğun məhsullar hazırlaya bilirlər. Qeyd etdiyiniz oyunun milyonlarla download edir, yəni köçürülməsi və istifadəsi var artıq. Bu yaxşı bir göstəricidir. Və yaxud da tamamilə yeni olan məhsullar ortaya çıxır. Bugün misal üçün Spinal kimi layihələr var ki, onlar kifayət qədər ciddi bir yeniliklər hesab oluna bilər bu istiqamətdə. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan informasiya kommunikasiyalarına dəstək fondu bu işdə istedadlı gənclərə qrant şəklində, kredit şəklində ən güzəştli şərtlərlə tam şərait yaradır ki, bu uşaqların bu sahədə heç bir problemləri qalmasın. Və bundan başqa Nazirliyin Yüksək Texnologiyalar Parkında, biznes inkubasiya mərkəzlərində bu uşaqlar öz təcrübələrini, gənc istedadlı gənclərimiz təcrübələrini sınaq edə bilirlər. Artıq bu sınaqdan çıxmış məsələləri də biz Bakutel sərgisi kimi sərgilərdə tətbiq etməklə, belə deyək də, dünya arenasına bizim gənclər, istedadlı gənclərimiz açılırlar. Bu mərkəzlərə müraciət etmək istənilən şəxs üçün açıldı, yoxsa? Bəli, istənilən şəxs öz layihəsi ilə bu startaplarda iştirak edə bilir, qrant müsabiqələri keçirilir və qaliblər müəyyən olunur. Xüsusi nazirliklərdən ibarət, nümayəndələrdən ibarət komissiya var, komissiya baxır və müəyyən qaliblər müəyyən olunur və onlar həmin o qrantla mükafatlandırırlar. Ümumiyyətlə, hər bir ölkənin bu informasiya sisteminin inkişafına nəzər saldıqda, yəqin ki, bir sıra göstəricilər var. Bu göstəricilərdən biri də, yəqin ki, şübhə etmirik ki, kosmik sənayeyə malik olması təşkil edir və biz artıq bir neçə ildir ki, kosmik klubun, kosmik ailənin üzvüyük. Bildiyimiz qədərilə yeni layihə var. Azər Space 2 orbitə buraxılmalıdır. İstəyərdim bu barədə ətraflı məlumat verərdiniz. Çox sağ olun. Məlumat üçün bildirmək istəyirəm ki, Qafqazda ilk peyk operatoru olan Azərkosmos Açıq Səhmdar Cəmiyyəti ölkəmizə aid 2 peyki idarə edir. Bildiyiniz kimi Azerspace 1 telekommunikasiya peykidir, Azersky peyki isə yer səthini müşahidə edən peykdir. Hal-hazırda Azerspace 2 telekommunikasiya peykinin orbitə çıxarılmasından ötürü bütün müqavilələr imzalanmışdır, zəruri işlər müəyyən olmuş müddətlərdə görülür və 2017-ci ildə Azerspace 2 peykinin orbitə buraxılması ilə bağlı bütün işlər planlaşdırılır. Gələn il yəni. Gələn il. Aydındır. Tahir müəllim, ümumiyyətlə Azərbaycanda hal-hazırda
yeni iqtisadi format, yeni iqtisadi mərhələ başlayıb və bu iqtisadi mərhələdə informasiya telekommunikasiya sahəsinin də rolu çox böyükdür həqiqətən və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində addımlar atılırsa, bu sahəyə də kifayət qədər maraq göstərilir. Bilmək istəyərdik, gələcək illərdə, yəni yaxın perspektivdə Azərbaycanın bu sahədə əsas prioritetləri hansılardır? Bu kifayət qədər əslində özü ayrıca bir mövzudur, çox geniş danışmaq olar. Amma müəyyən istiqamətləri artıq əlim-əlim qeyd elədi. Bu, elektron xidmətlərin göstərilməsi və onun keyfiyyətinin artırılmasıydı. Bu, bildiyiniz kimi hal-hazırda elektron hökumət portalında az öncə qeyd olunduğu kimi mövcud xidmətlərinin sayının artırılması və eyni zamanda daha çox zəruri tələbat olan xidmətlərinin ora inteqrasiya olunması prosesi gedir hal-hazırda. Və ümumilikdə prioritet sahə kimi həm kosmik sənayinin inkişafını, eyni zamanda informasiya cəmiyyətinin inkişafı üçün zəruri olan digər istiqamətlərin inkişafını, internetin əlçatan olması, internetə çıxışın təmin olunması məsələsində böyük layihələrin həyata keçirilməsi hal-hazırda aparılır və planlaşdırılır. Məsələn, hətta az öncə sizin efirdə də məlumat getdi bu barədə. Artıq biz vətəndaşların fərdi şəkildə internetə çıxışı ilə yanaşı, kütləvi şəkildə internetə çıxışı barədə də fikirləşirik. Və bildiyiniz kimi yaxın vaxtlarda Bakıda bir neçə əhalinin kütləvi şəkildə istirahət etdiyi yerlərdə, o cümlədən Milli Parkda, Dənizkənarı bulvarda pulsuz, belə deyək, yəni bəli, ictimai Wi-Fi layihəsinin həyata keçirilməsi planlaşdırılıb. Təşəkkür edirəm. Suat müəllim, istəyərdim bir məsələyə də aydınlıq gətirək. Söhbətimizin əvvəlində qeyd elədik ki, internetin sürətinin artırılması üçün infrastruktur layihələri görülür. Bütün ölkə boyu, təkcə Bakıda deyil. Və biz bilirik ki, həlli vacib sayılan digər sahələrin də inkişafı prioritetlərdəndir. Yəni, onların inkişafı olmadan tək internetin inkişafı ilə məhdudlaşa bilmərik. Hal-hazırda Azərbaycanda sizin məhdud məsuliyyətli cəmiyyət tərəfindən həyata keçirilən, yəni ölkə əhəmiyyətli layihələrinin hansıları qeyd edə bilərsiniz? Hansı işlər görülür? Əslində, prioritetlə getsək bizim nəzərdə tutduğumuz və yaxud gələn ilə planlaşdırdığımız 4-5 əsas layihələrdən var. Bunların əsası geniş zolaqlı şəbəkənin tikilməsidir. Bu dəqiqə bizim 8000 kilometrdən artıq optik xətlərimiz var. Amma vaxtı ilə o zamanın tələblərinə uyğun qurulmuş şəbəkə artıq bugünkü müasir tələblərə uyğun deyil və dediyiniz o internetin sürətini artırmaq üçün yeni tip, yeni avadanlıqlar qurulmalıdır. Yəni o optik şəbəkənin üzərində yeni IP əsaslı bir şəbəkə qurulmalıdır. Bu əsas layihələrdən biridir. Sonra bizim məsələn 1400-dən artıq elektronik ateistlərimiz var bölgələrdə. Əslində bunların hamısını əvəz edən 2 dənə AMS yeni tip, yeni nəsil ateistlər, yəni bütün bu yükü onun üzərinə daşıyacağıq. Bakı ilə bir yerdə desək, yəni o ümumiyyətlə 4 dənə olacaq. Yəni ikisi Bakıda, ikisi bölgələrdə. Bundan sonra artıq gəlir bölgədəki avadanlığın modernləşdirilməsi. Tamamilə əsaslı bir yenidən qurma işləri deyə bilərik buna. İndi böyük şəhərlərdən başlayıb, bəzi bölgələrdən başlayıb, yəni önümüzdəki il qarşımızdakı il ərzində 10 dənə bölgədə planlaşdırırıq bu işləri başlayıb və bitirmək. Nə əldə olunur bu işlərin sonunda? Xidmət göstərən avadanlıq abonentə yaxın bir məsafəyə gətirilir. Yəni, indi məsələn biz ən çox şikayət bizə göstərilən xidmətin səviyyəsi haqqında gəlir. Yəni, internetin sürəti azdır və yaxud kəsintilər. Bunlar nədən irəli gəlir? Avadanlıqdan abonentə qədər məsafənin çox olmasından, yəni 1 kilometr, 2 kilometr, bəzən 3 kilometr. Yəni, bu yenidən qurma işləri nəticəsində avadanlıq abonentə yaxın bir məsafəyə gətiriləcək. Kabeli heç olmayan obyektlər GPON və ya aktiv Ethernet üsulu ilə bağlanacaq internetə
və bu dediyim regional modernizasiya mı deyək, modernləşmə mi deyək, bu pillə-pillə, addım-addım bütün regionlarda həyata keçirilməlidir. Yəni bizim bu qısa müddətdə planımız bir də qeyd edeyim, infrastrukturun, magistralların müasir standartlara gətirməkdir, tələblərə uyğun olaraq. Daha sonra AMS kommutasiya stansiyaların qurulmasıdır. Yəni o mövcud mənəvi cəhətdən, mənəvi fiziki cəhətdən köhnəlmiş stansiyaların əvəzinə yeni müasir tip stansiyaların qurulması. Yəni xalq dili ilə desək, köhnə ATS-lərin yerinə yeni ATS-lərin. Bəli, yəni vaxtı ilə, yəni o zamanın tələbinə uyğun olmuş o elektron ATS-lər. Mən 90-cı illərin sonu, 2000-ci illərin əvvəlindən danışıram. İndi artıq yəni bu mənəvi köhnəlib, artıq IP əsaslı hər şey olduğu üçün, yəni bu stansiyalar artıq bağlana bilmir. Ona görə də artıq zaman gəlib bütün bu avadanlıqlar dəyişdirilsin və Paytaxtda artıq bu iş gedib. Qismən. Bizdə də qismən gedib. Yəni hardasa deyə bilərik ki, bizim abonentlərin 24% artıq bu yeni nəsil NGN şəbəkəsinə çevrilib, amma daha görüləcək işlər çoxdur. Təbii ki, bu sahə, informasiya və telekommunikasiya sahəsi elm tutumlu sahədir və az öncə qeyd olunduğu kimi mütəxəssislərin inkişafı üçün müəyyən addımlar atılır və gənc mütəxəssislərin üzərinə demək olar ki, daha çox yük düşür, yəni onlar daha kreativdirlər. Lakin bildiyimiz qədərilə bu sahə inkişaf etdikcə ona uyğun, ona adekvat mütəxəssislərin də olması vacibdir. İstəyərdim Suat müəllim də bu suala cavab versin, Əli müəllim siz də cavab verəsiniz. Hər iki sahənin, yəni sıx bağlıdır bu sahə ilə. Ölkədə hazırda olan mütəxəssislərin sayı bu modernizasiya siyasətinə, yeni iqtisadi modeldə olan siyasətimizə adekvat cavab verə bilirmi? Və nə lazımdır? Biz gələcəkdə nə işlər görməliyik ki, əgər cavab vermirsə, bu sahəni artıra bilək? Çox sağ olun. Deməli, xaricdə təhsil alan bizim gənclərimiz bu informasiya kommunikasiya texnologiyalar biliklərinə yiyələnirlər və onlar gələndən sonra onların işlə təmin olunmasında heç bir problem olmur və onlar bizim nazirliyin özündə və tabeli qurumlarında müəyyən işlərlə təmin olunurlar. Bu sahədə əlavə olaraq bizim nazirlik özü də bəzi gənclərin təhsil alınmasında daima dəstəyini göstərir ki, bizim gənclərimiz təhsilə yiyələnib, gəlib bizim ölkəmiz üçün, vətənimiz üçün işləsinlər. Suat müəllim, siz necə düşünürsünüz? Mən düşünürəm ki, əvvəl tələbat olmalıdır bazarda. Yəni tələbat artıq var. Yəni o tələbatı qarşılamaq üçün mənə elə gəlir ki, kifayət qədər mütəxəssis yoxdur bizim bazarda, yəni azdır. Ona görə də qiyməti yüksəkdir bu resursların. Amma yəni bu çox doğal bir proseslərdir. Yəni tələbat yaranır, ondan sonra o tələbatı qarşılayan bir bazarın bir təklifi ortaya çıxır. Amma burada məncə ayrı-ayrı sahələrə də nəzər salmaq olar. Əli müəllim qeyd elədi ki, biz ayrı-ayrı sahədə çalışan gənclərin və yaxud da mütəxəssislərin onların dərəcəsinin artırılması təhsilinə biz dəstək veririk. Misal üçün, tutaq ki, biz Suad müəllim telekommunikasiya sahəsindən bağlı hazırda mövcud vəziyyəti dedi. Amma misal üçün, milli peyk operatorumuz Azəri Kosmosda çalışan 126 nəfərin 125-i Azərbaycanlıdır. Və onların yerli universiteti bitirənləri var, xarici təhsil alıb gələnlər də var və Əli müəllim qeyd edir ki, biz bugün də onların dərəcəsinin artırılmasını və yenə də elmi bilikləri yiyələnməsi ilə bağlı işlər aparılır. Təkcə o sahədə yox, digər sektorlarda da. Amma bu sahə də o qədər sürətlə inkişaf edir ki, yəni bugün aldığın bilik artıq sabah səhər üçün köhnəlmiş sayıla bilər. Ona görə daim regenerasiya, daim işlənməlidir. Və yaxud da yerli universitetlərdə biz bugün yaradılmış inkubasiya mərkəzləri nəzər salsaq, harada ki, orada start-upçı gənclər formalaşır. Baxırıq ki, burada da kifayət qədər yaxşı münbit bir mühit var. Həm də Tahir üzr istəyirəm. Bizim universitetlərdə təhsil alan gənclər özü də artıq ayaqlaşırlar xarici universitetdə təhsil alan gənclərlə. Bu da çox yaxşı bir göstəricidir. Həm də bu biraz yaradıcı sahədir də. Yəni biz heç kəsdən
tələb eləyə bilmərik ki, sən bunu düşün, sən bunu yarat. Bu sahəyə gərək özün marağın olsun ki, sən bu sahəni inkişaf etdirəsən və təbii ki, texniki biliklərinlə bərabər.